Azərbaycan İranın sayəsində ayaqda durub. Belə bir izləyicim rəy yazıb. Hansı İran? İkinci Qarabağ müharibəsində tır-tır Ermənistana yardım daşımış İran. Hətta bizim prezidentimiz bir müsahibəsində bunu da açıq şəkildə demişdi. İran maşın-maşın Ermənistana yardım göndərir. Biz İkinci Qarabağ müharibəsində qalib gələndə sərhədə qoşun yığmış İran. Hansı İran? Azərbaycan torpaqları işğal altında olanda Ermənistanla bir aləm müqavilələr imzalamış İran? Yoxsa Azərbaycanın işğal olunmuş torpaqlarını Ermənistandan icarəyə götürən İran? İşğal olunmuş kəndlərimizdəki evlərin kubiklərini, daşlarını daşıyan İran? Yoxsa bizim işğal altında olan torpaqlarımızı narkotika plantasiyasına çevirmiş İran? Hansı İran? Ermənilərlə farslar qardaşdır deyən İran, bu İranı mı nəzərdə tutursunuz? Bir İran rəsmisi bircə dəfə demədi ki, Ermənistan işğalçı dövlətdir. Mən mollaları nəzərdə tutmuram, ha. İran rəsmisi, yəni məsələn İran prezidenti yaxud İran parlamentinin sədri bir dəfə demədi Ermənistan işğalçı dövlətdir, deməzdi də. Bu İranı nəzərdə tutursunuz, yəni bu İranın sayəsində sizcə biz ayaq üstə qalmışıq. Və bir nəfər başqa bir izləyicimiz də yazıb ki, İran bizim millətimizdir. Xeyr, əzizim, İran bizim millətimiz deyil. Bəli, Güney Azərbaycanda 30 milyondan çox bizim xalq yaşayır. Azərbaycan türkləri yaşayır. Onlar bizim millətimizdir, canımızdır, qardaşımızdır, bacımızdır və onların Farsça heç bir aidiyyatı yoxdur. Siz Güney Azərbaycanda yaşayan 30 milyon türkün hazırki vəziyyətindən xəbəriniz varmı? 30 milyon türkün öz torpağında, öz vətənində bir dənə də ana dilində məktəbi yoxdur. Təbrizdə yaşayan soydaşlarımız deyir, Könül xanım, İranın bütün büdcəsi Fars əyalətlərinə sərf olunur. Güney Azərbaycan səfalət içində yaşayır. Xəbəriniz varmı? Elə yenə güneyli soydaşlarımız özləri deyir, Könül xanım, biz İranda ikinci dərəcəli vətəndaşıq. Az qala ikinci dərəcəli millətik. Çünki İranda çəkilən bütün filmlərdə, bütün kinolarda filmin ən pis obrazı, yalançı, fırıldaq, axmaq obrazı həmişə Azərbaycanlılar olur. Həmişə ssenarini elə yazırlar. Hətta cizgi filmlərində belədir. Xəbəriniz varmı Güney Azərbaycanda böyük bir may qiyamı baş vermişdi? Niyə baş vermişdi? Çünki İran qəzetində Azərbaycan türklərini, Azərbaycanlıları tarakana bənzətmişdilər və bu karikaturada çap olunmuşdu. İran dövləti məqsədli şəkildə Urmiya gölünü qurutdu. Bilirsiniz niyə qurutdu? Çünki Urmiya gölü duz gölüdür. Bu göl quruyandan sonra göldə böyük miqdarda duz kütlələri yarandı. Külək də həmin duzu Urmiya gölünün ətrafında yaşayan Urmiya kəndlərinə dağıtdı. Torpaqlar o qədər duzlaşdı, şoranlaşdı ki, insanlar əkin-biçin edə bilmədilər və Urmiya gölünün ətrafındakı Urmiya kəndləri boşaldı. İnsanları öz yurdundan, yuvasından bax bu şəkildə didərgin salırlar. Bu da sizə Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin aqibəti. Güney Azərbaycanda Azərbaycanlılar övladlarına türk adları verə bilmirlər. O qədər belə vətəndaşlar var ki, illərdir məhkəmələrdədirlər. Siz də burada gəlib nağıl yazırsınız, nağıl danışırsınız. Sən demə, Azərbaycan İranın sayəsində ayaq üstə qalıbmış. Bilirsinizmi ki, İranda saytlar Azərbaycan Respublikası yazmırlar, Bakı dövləti yazırlar. Bilirsiniz niyə? Çünki Azərbaycan Respublikasını dövlət olaraq qəbul etmirlər. Aşağılayırlar. Baxın, bizim respublikanı İran bu cür aşağılayır. Siz hələ də canımız, qardaşımız deyirsiniz. Çox qəribədir. Birinin övladına bir kəlmə ağır söz desən, ömürlük səndən düşmən olar. Amma bizim dövlətimizə İran bu cür münasibət göstərir, hələ də canımız qurban olsun deyirsiniz. Və son olaraq onu demək istəyirəm ki, mən Azərbaycan Respublikasının vətəndaşıyam. Mənim dövlətimi sevən, dövləti sevirəm. Mənim dövlətimi sevməyən, dövləti mən də sevmirəm. Mənim üçün dövlətimdən daha önəmli dövlət yoxdur. Mənim üçün bayrağımdan daha üstün bayraq yoxdur. Bir Azərbaycan Respublikasının vətəndaşı olaraq da mənim üçün dövlətimin maraqlarından, milli maraqlarımızdan daha önəmli heç nə yoxdur. Ola da bilməz.